Hə, köhnələr. Mən indi 175 nömrəli məktəbin həyətindəyəm. Baxın bura. Görürsüz? Görürsüz buraları? Çox güman ki, çoxlarınız bu dəqiqə çox böyük bir həsrətlə yada salacaq öz keçmişini. Soruşun mən nə üçün dal qapıdan girdim? Çünki hələ bizim yaşıtlarımız, o vaxtın köhnələri, əsas vaxtları keçirdiyi yerlər məhz buralar idi. Yəni məktəbin yan yörəsi, dal qapısı hissəsi, başa düşdünüz də? Yəni ki, şatala çıxmaq, dərsə getməmək, dərsdən qaçmaq. Gəlib belə yerlərdə olardıq da. O tərəfə çox əfsuslar olsun ki, gəlib çıxmamışıq. Bilirsiniz, mən bu məktəbdə oxumamışam. Açığı özümün belə bir böyük xatirələrim bu məktəblə bağlı yoxdur. Mən indi sizdən soruşmaq istəyirəm. Görürsən, siz oxuyan vaxtı həmən bax bu köhnə bir avtomobil o qarajın üstündə var idi, yoxsa yox? Bir onu bilirəm ki, məsələn, 175 nömrəli məktəb budur. Bunun arxa tərəfində də deyəsən 176-dır, Azərbaycan sektoru olan. Bir də ki, məsələn, mənim xatirələrim həmən bu 175 ilə bağlı odur ki, o vaxtda indi məktəb zamanı məktəb arası davalar var idi, yadınızdadır. Həmçin də, belə deyək də, məktəblər arasında da olan bir NATO sisteminə oxşar, bir əməkdaşlıq forması mı deyim sizə, bir birlik var idi. Tutaq ki, 20 nömrəli məktəblə həmişə birlikdə olanlar olublar 175, bir də 225 nömrəli məktəb. Bunun da səbəbləri var idi. O zaman 20 nömrəli məktəb birdən çöndü oldu lisey. Lisey üçün də o vaxtın yəni müəllimləri, direktorları müəyyən qədər pul da yığırdılar cəmaatdan, rüşvət alırdılar ki, uşaqları liseyə götürsünlər. Düzdür, hamıya aid deyil bu, amma elə hallar var idi. Pulu olmayanlar da, kasıblar o vaxtı köçürdü bax. Ya 175 nömrəli məktəbə, 176-ya, bir də 225. Yəni söhbət prospekt əhlindən gedir. Ona görə bax bu məktəblə şəxsən mənim belə bir xatirələrim yoxdur. Yəni mən burada oxumamışam. Amma yenə də sizlərin xatirələrinizə hörmət olaraq, sizlərə əsasən olaraq kim ki bu dəqiqə bizim ölkəmizdən uzaqdır, qıraq yerdə yaşayır. Kimlər ki məndən dəfələrlə xahiş ediblər ki, bu məktəbi gəlib çəkim, buyurun, baxın. Bu da sizin, bax, həmən o 175 nömrəli məktəb. Hamınız var olun. Bir də hamınızdan xahiş edirəm, məni YouTube'da, bir də Instagramda izləyin. Keçid də ki, hələ mənim profilimin üst hissəsində görəcəksiniz. Həm Instagrama da keçid var, həm də YouTube'a da. Qəlbdən qəlbə 175 nömrəli məktəbin qarşısından.